Artıq 5 kiloya yaxın 10 gün ərzində arıqlamışıq. İzləyin, bunun sirrini paylaşacağım. Hansı metodika ilə bu dəfə gedirik. Gəlin ilk öncə tərəziyə çıxaq. Gəlin indi baxaq. Görürük ki, artıq biz deməli 111.400-ü 5 kiloya yaxın arıqlamışıq. Əvvəlki videolarımda göstərdiyim kimi bu dəfə artıq bunun kitabını oxuyaraq gedirik. Möhtəşəm məlumatlar var. İlk öncə bunun təsiri üzdə bilinir. Çənədə momentan rezultatlarını göstərir. Artıq biraz gözəlləşməyə başlayırsınız. Bu dəfəki tutduğumuz metodika ondan ibarətdir ki, 48 saat ərzində bir dəfə yemək yeyirik. 2 gün yemək yemirik və bir dəfə ürəyimiz istəyən qədər yeyirik, lakin yalnız sağlam qidanı qəbul edirik. Həmin bu 48 saat ərzində də yalnız və yalnız su içirik. Başqa heç bir şey. 10 gün ərzində 5 kiloya yaxın rezultat veribsə, yəqin ki, bu ay ərzində, 30 gün ərzində biz 10-15 kilo arası kilo vermiş olacağıq. Odur ki, izləmədə qalın, paylaşacağım.